Dostlar, bugün biz Bakı Dövlət Universitetinin qonağıyıq. Bura gəlməyimizə səbəbi isə universitet ərazisində ekoenerji məntəqəsinin açılmasıdır. Ekoenerji mərkəzi dedikdə, təbii ki, bu sadə bir şarj stansiyasından söhbət getmir. Bu stansiya alternativ enerji mənbəyindən öz enerjisini götürür. Həm günəş panelinə, həm də külək turbinlərinə. Bakı Dövlət Universitetinin müəllim və tələbə heyəti tərəfindən hazırlanan bu proyekt KOBİA tərəfindən və Təhsil Nazirliyi tərəfindən dəstəkləndi və Bakı Dövlət Universitetinin rektoru Elçin müəllimin də iştirakı ilə bir möhtəşəm açılışı həyata keçirildi. Açılışdan sonra Elçin müəllim bizi həm də universitet ərazisi ilə də tanış elədi və müəllim və tələbələr üçün ayrılmış xüsusi yerlər var idi ki, həmin yerlərin də alternativ enerji mənbələrindən enerji götürdüklərini də göstərdi. Çox maraqlı bir gün oldu, maraqlı bir təqdimat oldu. Bakı Dövlət Universiteti ilə çox maraqlı da bir proyektlərimiz olacaq. Gözləyin.